Salamət kəsəyə necəsiniz? Deməli, mən sizə bir dənə resept deyim, onu sınayın, sonra bura kommentariya yazın. Kimdə alındı, alınmasa mümkün deyil. Təbii ki, burada güclü iradə lazımdır, disiplin. Kim arıqlamaq istəyirsə, qaqras yay gəlir. Məsələn, sizin iştahınız var, yemək istəyirsiniz, yeyin. Baxmayın da, maşallah hər şey var, dondurma, çox yemək olmaz, kaloridir. O üçün kimin iştahı gəlirsə, yemək istəyir, ancaq belə nə bilim, yağlı, kifir şeylər. Arıqlamaq istəyənlərin nəzərinə bir həftə sınayım bunu, sonra mənə kommentariyada yazarsınız ki, deyil, Allah sənə canı sağlasın. İştah sizə gəldi, ha, isti su götürün, sadə isti su götürün. Necə çay içirsiniz? 250 ml isti su için. Yəni tox olacaqsınız. Yenə sizə aclıq gələndə isti su için.